Salam dəyərli dostlar, hər vaxtınız xeyir olsun. Əziz izləyicilər, yaxın əyləşin, sona qədər baxın. Deməli, sizə təqdim edəcəyimiz ev birinci növbədə yerləşir Zabrat Maçdağı magistralı Araz marketinin arxası. Tam sonra birbaşa yaxın ərazidir. 2 sotda, 4 otaq, paket kupça, qiymət isə dostlar 118 min və üstünlükləri nədir? Birinci növbədə magistrala yaxın olmağı, ikinci növbədə evin bütün kombi xətləri hər biri radiatorlarına qədər quraşdırılıb, üçüncü növbədə isə hamam aksesuarlarına qədər belə heç nəyə xətt çəkməyəcəksiniz. Və maşallah olsun da ki, evimizin yerləşdiyi mövqe, görülən işlər, qurulan iş çox gözəl və auralı bir evdir. Deməli, həyətdə gördüyünüz qədəri, jalüz qapı, yəni pultla açırsınız, daxil olursunuz həyətə. 2 maşın, 3 maşın çox rahat şəkildə daxil eləmək olar. Həmçinin, baxın, belə bir zirzəmi hissəsi mövcuddur ki, gördüyünüz qədəri tam şəkildə beton, bütün otaqların altına keçid eləmək mümkündür. Evimiz yerdən 8 daş kürsüdə və həmçinin belə də bir ikinci padval hissəsi deyək ki, zirzəmi hissəsi mövcuddur ki, istəsəniz də buranı kombi və yaxud da nə istəyən öz qərarınızdan asılıdır. Qiymət 118 min əziz dostlar. Yəni hər kəs bilir ki, bu ərazidə torpaq sotu 15 minə deyildisə, gecə ilə gəl al. Hazır, kupçalı, 4 otaq və maşallah olsun da ki, inşallah da daxilə keçəndə görəcəksiniz ki, evimiz necə gözəl və keyfiyyətli bir evdir. Həm də istəsəz ki, mətbəx hissəsindən də eyvana çıxış eləyə bilərsiniz. 2 metr enində koridorumuz. Baxın bir dənə gözəlliyinə. Maşallah olsun, həqiqətən gözəl, müsbət, auralı və geniş bir evdir. Evimiz ümumiyyətcə 3 yataq, bir qonaqdan ibarətdir. Bu da bizim qonaq otağımız. TV stentinə qədər hər biri quraşdırılıb. Televizor qoydum, qutardı getdi. Yəni başqa heç nəyə ehtiyac yoxdur. Görüntü üçün böyük pəncərə, yəni şəbəkə pəncərə, həmçində diqqət elədiksə radiatorlar quraşdırılıb. Həm o hissəyə, həm də bu hissəyə. Hər ehtimala qarşı bu içərin havası stabil olsun. Yəni normalda bir dənə də qoyub keçə bilərdilər. Bir tək əşyalardır əziz dostlar. Halallaşırsınız, əşyalarınızı yığırsınız, gəlirsiniz, yaşırsınız. Ümumiyyətcə magistralla məsafəsi isə cəmi 150-200 metr. Yəni 200 metr ucu çox olar da belə deyim. Maşallah da ki, magistrala çıxdığın dəqiqədə 5-6 avtobus müəyyən istiqamətlərə hərəkət edir. Yəni, bir avtobus gözləyir, Nərimanova gedən var, Basmaya gedən var və yaxud da digər sahələrə, yəni hamısında deyib videonu uzatmayaq. Bu isə bir yataq otağımızdır. Allah xeyir eləsin, əziz dostlar. Həqiqətən maşallah olsun ki, son vaxtlarda çəkilən evlər həm özümüzün zövqünə oxşur, həm də ki, monitor arxasından ev almaq istəyən müştərilərimizə ən azından biz bəyəniriksə, biz də bunu sizə bəyəndiririk. Yəni, görürəm ki, kommentlərdən, bəyənmə sayından, yəni bəyənilir. Dairəvi cütdaşdır, beton, kəmər hər biri qaydasındadır. Onsuz da siz padval hissəsinə, yəni zirzəmi hissəsində betonun tökülməyindən hiss edirsiniz ki, və görə bilirsiniz ki, bu evin təməli də betondur. Bu isə bir ailə yataq otağı və genişdir. Allah xeyir eləsin, əziz dostlar. 3 yataq, 1 qonaq, ünvanımız Zabrat Maçdağı magistralı Araz market tam sorun birbaşa yaxınlığı qapısına qədər asfaltdır, mərkəzi kanalizasiyadır və ipotekaya yararlıdır. İpotekaya yararlıdır deyəndə əziz dostlar, yəni biz ipoteka ilə ev vermirik. Sadəcə evin konstruksiyası ipoteka yararlıdır və bu o deməkdir ki, siz özünüz bank işçisi və yaxud da hardasa dövlət sayəsində məşğulsunuzsa, sizə ipoteka ayrılırsa, bu evi rahat şəkildə götürülə bilərsiniz. Yəni bizə ipoteka aid suallar çox xahiş edirəm verməyin. Çünki başa düşürəm, bilməyən şəxslər olur, ipoteka ilə necə verə bilirsiniz? Yəni biz ipoteka ilə vermirik. Sadəcə ev ipotekaya yararlıdır. O da ki, sənədi tam şəkildə mülkiyyət olduğu ilə əlaqəli. Siz də evinizi torpağa satmaq istəyirsinizsə, səhifədə qeyd olunan nömrələrə mütləq şəkildə əlaqə saxlayın. Və bir daha qeyd edirəm ki, bu ərazidə 15 minə torpaq çıxırsa satışa, gecə ilə satılır. Yəni o dərəcədə yerin perspektiv üstünlüyü var. Sağ olun, sağla qalın. Növbət çəkilişlərdə görüşmək ümidi ilə.